Azərbaycan və Ermənistan rəsmiləri bir araya gələcək. 19 oktyabr tarixli və gündəm xəbərin efirində bir siyasi xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Azərbaycan və Ermənistan parlament sədrləri Cenevrədə görüşəcəklər. Məlumata görə bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Telegramda paylaşım eləyib bu barədə. Qeyd eləyək ki, sahibə Qafarova və Alen Simonyan arasında görüş məhz oktyabrın 21-də Parlamentlər Arası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutmuş olacaq. Qeyd eləyək ki, hər iki tərəf, yəni sahibə Qafarova ilə Alen Simonyan arasında sonuncu dəfə belə bir görüş isə məhz 2025-ci ilin aprel ayında Sankt-Peterburqda baş tutmuşdu və həmin görüşün təfərrüatları barədə ictimaiyyətə rəsmi bir məlumat verilməsə də Simonyan açıqlamasında bildirmişdi ki, Azərbaycanın da Ermənistanla münasibətlərinin tez bir zamanda normallaşmasında maraqlı olduğunu bildirmişdi.